Bədən quruluşu qısa, enli və son dərəcə əzələli idi. Arxa ayaqları müasir pişiklərə nisbətən daha qısa, ön ayaqları isə daha uzun və güclü olmuşdu. Güclü ön ətrafları və boyun əzələləri ovun yerə yıxılması, sabit saxlanılması və öldürücü dişləmənin icrası üçün həyati əhəmiyyət daşıyırdı. Similodonun çənəsinin açılma bucağı müasir pişiklərdən daha geniş idi. Bu xüsusiyyət ona uzun dişlərini rahatlıqla istifadə etməyə imkan versə də, çənə sıxma gücü boğucu dişləmək üçün nisbətən zəif idi. Similodon əsasən iri və nisbətən yavaş hərəkət edən meqafauna nümayəndələrini ovlayırdı. Onun əsas qidasına bizonlar, qədim atlar, dəvələr, iri yer tənbəlləri və gənc mamutlar daxil idi. Ov zamanı pusqu strategiyasından istifadə edir, uyğun anı gözlədikdən sonra qısa və güclü hücumla ovunu yerə yıxırdı. Güclü ön pəncələri ilə qurbanını sabit saxladıqdan sonra qılıncvari dişlərini əsasən boğaz və ya qarın nahiyəsinə yönəldərək sürətli və dəqiq kəsik stab zərbəsi endirirdi. Bu üsul ovun qısa müddətdə güclü qanaxma nəticəsində ölməsinə səbəb olurdu.